bəzi məşhurlar qorxduğu bir dənə nöqtə var ki, birdən məşhurluğum bitsə mən neyniyəcəm? Gedirəm, yaşlaşıram, bu mənə tərk eləyəcək. O haqda düşünmək istəmir, mövzun dəyişir. Fikir verirsiniz. Yəni istəyirəm deyim ki, bəzi amillər var, fundamentaldır. Onun əvəz edicisi yoxdur. Alternativi yoxdur. O mənəvi amildir. Amma bəzi amillər var ki, ola bilər də həyatdır. Belə gətirib ki, elə bir xəstəliyə düçar olmuşam ki, sağlamlığım əlimdən gedib. Həkim də deyir ki, da barışmalısan. Necə olacam indi mən? İslam mütəfəkkirləri deyir ki, o mənəvi amillər onu kompensasiya eləyə bilər. Yəni, həmən xəstəlik içində sən yenə səid, xoşbəxt ola bilərsən. Həmən çətinliklərin içərisində sən deyə bilərsən, mən rəayətu illə cəmilə, gözəllikdən başqa bir şey görmədim. Yəni, 18 nəfərini itirib bu insan, özü də əsir geyəcək. Həzrət Zeynəbdən bir dənə misal çəkirəm. Yəni, bu adam gözünün qabağında yaxınlarını itirir və bir an sonra özü əsir geyəcək. Amma deyim, mən gözəllikdən başqa bir şey görmədim. Mən zalimların zülmünün gözəl olmasına söhbət açmıram. Orada məsələyə 2 dənə rakursdan baxmaq olar. Bir zalimin zülmü, bir də bu tərəfin imtihanı. Bu aşiqlərin imtihanının gözəl cəhətlərini görür. Nəinki mən o tərəfi deyirəm ki, o tərəf gözəllikdir, o tərəf zülmdür, pislikdir. Orada gözəllik yoxdur ki. Məsələnin bu üzündə. Bunlar necə imtihandan çıxır, necə ünsiyyət quru bilir. Ya məsələn, mən Həzrət İmam Hüseyin haqqında ki, oxudum bunu ki, deyir, sən səid yaşayıb şəhid bu dünyadan köçdün. Xoşbəxt yaşadın və şəhid kimi də bu dünyadan köçdün, getdin. İstəyirəm deyim ki, biz səadəti və xoşbəxtliyi yalnız o maddi amillərlə ölçməməliyik. Və onlar da lazımdır, olsun. Onu təbliğ eləməmişik, heç bir ömür də elə danışmamışıq da və din də onu söyləmir ki, sən dünyanın olmasın, dünyanın məhrum ol günan. Yox, din bunu danışmır ki. Yəni, inzivaya çəkid, bunu demir ki. Amma din elə bir fikir, konsepsiya ortaya qoyur ki, sən çətinliklərin içərisində də xoşbəxt ola bilərsən.